Hər vaxtınız xeyir. Vacib sualı Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov cavablandırır. Məcnun müəllim, xoş gördük. Səbinə xanım, xoş gördük sizi. Təşəkkür edirəm müsahibəyə razılıq verdiyiniz üçün, minnətdaram. İşləri zavanda olsun. Məcnun müəllim, hazırki dövrdə neft ehtiyatları azalmağa doğru gedir və təbii ki, belə bir məqamda əsas sahələrdən biri kənd təsərrüfatı önə çıxır. Təbii ki, post-neft dövründə kənd təsərrüfatı sahəsinə ümidləri böyükdür. Bu baxımdan baxanda ötən ili necə qiymətləndirirsiniz? 2025-ci ildə ölkədə aqrar sahə üzrə yaradılan əlavə dəyər 7,6 milyard manat təşkil edib. Ümumi ölkə üzrə ümumdaxili məhsulun bu 5,9%-ni təşkil edib. Qeyri-neft qaz sektoruna sizin vurguladığınız kimi post-neft dövrünə baxsaq, burada isə 8,3%-ni aqrar sahə təşkil edib. Aqrar sahə həmişə əsas ərzaq təhlükəsizliyi nöqteyi nəzərindən prioritet sayılır ilk növbədə və ərzaq təhlükəsizliyi nöqteyi nəzərindən bizim Aqrar Tədqiqatlar Mərkəzinin apardığı hesablamalara görə ölkə əhalisinin tam balanslı qidalanması, qida tələbatı nöqteyi nəzərdən yerli istehsal 80% məhsulu istehsal eləyir bugünkü halda. Amma eyni zamanda ərzaq təhlükəsizliyi ilə paralel kənd təsərrüfatının qarşısında duran məqsədlər eyni zamanda iqtisadi inkişafa töhfə verməkdir. Əlavə dəyər, daha yüksək dəyər yaradan məhsulların təşviq olunmasına nail olmaqdır və eləcə də bunların hamısının nəticəsində fermerin rifah səviyyəsinin yüksəldilməsidir. Bu nöqteyi nəzərdən son illər aparılan aqrar siyasətin nəticəsi olaraq qeyd edə bilərəm ki, 25-ci ildə meyvə və giləmeyvə istiqaməti hansı ki, yüksək əlavə dəyər yaradır, həm ölkəyə ixracatdan valyuta gətirilməsinə də xidmət edir, 5,8%lik bir artım göstərmişdir. Bəs hansı sahələrdə artım oldu? Məsəl üçün, bu sahəni siz dediniz, burada heyvandarlıq da var, əkinçilik də var. Bu hansı sahədə daha çox artım oldu? Artım aqrar sahədə, biz aqrar sahəni iki istiqamətlə baxsaq, bitkiçilik və heyvandarlıq. Bitkiçilik sahəsində uğurlarımız daha çoxdur və artım tempinin böyük bir qismi oradadır. Heyvandarlıq sahəsində isə daha çox keçən il cüzi bir müsbət artım olmuşdur. Bitkiçilik sahəsinin toplam artımı 1,5% təşkil edib. Əlbəttə ki, biz daha yüksək əlavə dəyər yaradan məhsullar ildən ilə genişləndikcə bunun artacağına inanıram. Müxtəlif, məsələn, taxılda artım 3%, məhsul istehsalı 3% artmışdır. Daha sonra pambıq 17% artmışdır. Qeyd edilən ki, meyvə, giləmeyvə 6%-ə yaxın 5,8% artmışdır. Üzüm 2,8% artmışdır. Müxtəlif bitkiçilik məhsullarında belə yaxşı nəticələrimiz var. Mən müsbət tərəfi onu qeyd edeyim ki, bunun ən böyük səbəbkarı məhsuldarlığın artmağıdır. Yəni biz keçən il ölkədə əkin sahələrinin azaldığını görürük. Lakin bunun da əlbəttə ki, müəyyən obyektiv səbəbləri də var. Həm iqlim şəraitinin təsiri də var, amma eyni zamanda atılmış addımların nəticəsi olaraq məhsuldarlığın artdığını görürük və məhsuldarlığın artımı hesabına biz ölkə üzrə məhsul istehsalının artım templərini görürük. Ötən il heyvandarlıq sahəsində müəyyən problemlər də oldu. Mən burada dabaq xəstəliyini nəzərdə tuturam. Necə mübarizə aparıldı bundan? Dabaq xəstəliyi ölkədə keçən il qeydə alındı və bunun üçün ölkəyə Azərbaycan üçün xas olmayan SAT1 serotipi qeydə alınmışdı. Bunun üçün bizim Qida Təhlükəsizliyi Agentliyi ilə bir yerdə məsləhətləşdikdən sonra ölkəyə SAT1-ə qarşı vaksinlər gətirildi. Artıq vaksinasiya tamamilə həyata keçirilibdir. Keçən il oktyabr ayının sonlarından başladı vaksinasiya, noyabr ayından və dekabr ayının sonuna artıq vaksinasiya başa çatmışdı bu istiqamətdə. Artıq SAT1 Qida Təhlükəsizliyi Agentliyi tərəfindən illik vaksinasiya proqramına da daxil olundu 2026-cı ildən etibarən. Bu vaksinlər də artıq ölkəyə gətirilir, əvvəlki standart vaksinlərin yanında və bu ildən tam bu vaksinasiyanın davam olunması nəzərdə tutulub. Hal-hazırda deyə bilərəm ki, vəziyyət stabildir. Əlbəttə ki, dabaq xəstəliyinin əsas zərərli tərəfindən məhsuldarlığın aşağı düşməsinə ilin sonuna doğru təsir edilmişdir. Ət, süd, yumurta ən çox müzakirə olunan, ən çox danışılan mövzulardır. Elə Azərbaycanda da bu belədir. Bu sahədən necə razı qaldınız ya narazılıqlar da oldu? Bunların arasında mən deyərdim ki, heyvandarlıq və əsasda ət istehsalında bir durğunluq qeydə alındı. Bu da ilin sonuna doğru baş verən xəstəliklərlə bağlı idi, bioloji risklərlə bağlı idi. Quşçuluq bunların arasında çox yaxşı nəticələr göstərir və mən deyim ki, quşçuluq son 5-7 ildə çox ciddi müsbət nəticələr həm ortaya qoymuşdur, həm məhsul istehsalı artımından, məhsuldarlığın artmağı nöqteyi nəzərdən. Amma biz anırıq ki, quşçuluqda da çox
ciddi məhsul istehsalına artımına bundan sonra nail ola bilərik. Quşçuluqda daha çox artıma nail olmaq üçün yeni quş damlarının tikintisinə ehtiyac var və yeni quş damlarının tikintisi əlbəttə ki, standartlara uyğun hal-hazırda olduğu nöqtələrdən daha fərqli məsafələrdə olmalıdır. Bu məsafələrdə tikintisi üçün Azərbaycanda torpaqların böyük əksəriyyəti kənd təsərrüfatı təyinatlı olduğundan burada təyinat dəyişmə məsələləri ortaya qalxır və bunlar həll olduqca yeni damlar inşası nəzərdə tutulubdur. Ölkədə müxtəlif bu sahədə çalışan investorlar tərəfindən və bu yeni damların sayəsində ölkədə quşçuluq ət istehsalının artırılacağına inanırıq. Daha sonra süd istehsalı və ət istehsalı cüzi bir artım göstəribdir. Məni bu yetərincə qane eləmir. Biz inanıram ki, daha yaxşı nəticələr əldə edə bilərik. Biz başa düşürük ki, heyvandarlıq yem komponentlərinin başalaşdığına görə də maya dəyəri heyvandarlıqda artmışdır. Maya dəyərinin artması öz-özlüyündə əlbəttə ki, heyvandarlığa mənfi təsir eləyir. Eyni zamanda örüş sahələrinin son 10 il ərzində örüş sahələrində müəyyən sahələrin əkinə çevrilməsi sayəsində ailə kəndi təsərrüfatlar üçün örüş otlaq sahələri nisbətən azalmışdır və bu da qoyun sayının azalmasına, kiçik buynuzlu malqaranın azalmasına gətirib çıxartmışdır. Bunlar da əlbəttə ki, öz negativ təsirini göstərir. Amma bu və ya digər formada biz anlamalıyıq ki, heyvandarlığın inkişafı, ümumilikdə kənd təsərrüfatı inkişafı ancaq intensiv təsərrüfat üzərindən keçir. Yəni, kiçik ailə kəndi təsərrüfatlarında biz məhsuldarlığı çox yüksək artıra bilməyəcəyik və bu dünyanın heç bir yerində bu mümkün deyil. Azərbaycan da buna istisna deyil və bu nöqteyi nəzərdən ölkədə heyvandarlıq sahəsində intensivləşmə olduqca zəif gedir mənə görə və bu ildən etibarən heyvandarlıqda dəstək alətlərinin, yeni dəstək alətlərini biz tətbiq etməyə başlayacağıq. Bu hansı dəstək alətləri? Süd məhsuluna, südə subsidiyanın verilməsinin ilk dəfə olaraq tətbiq olunmağa başlayacaq. Hər litr başına emal sənayesinə təhvil verilən süd subsidiyası olacaq və bunun kimi əlavə dəstəklər də nəzərdə tuturuq. Bu ölkəyə gətirilən damazlıq heyvanların sayının artırılması, ölkədə onların sayının artırılmasına nail olmağa çalışacağıq və bunlar orta müddətdə öz təsir edəcəyini inanıram. Bu yem bazasından da danışdınız. Başqa ölkədən asılı olmamaq üçün hansı addımlar atılır bu sahədə? Yem komponentlərin demək olar ki, hamısı subsidiya ilə təmin olunur. Bu günləri arpa, daha sonra yemlik buğda, qarğıdalı, dənlik qarğıdalı bunlar ölkədə yem komponenti olaraq demək olar ki 100%-ə yaxın, 98-99% təmin olunur yerli istehsal hesabına. Əsasən idxal olunan bu yüksək proteinli soya şrotudur. Bundan əlavə müəyyən miqdarda raps şrotu və günəbaxan şrotların idxalı var. Soyanı biz keçən ildən məhsul subsidiyasına tam keçirdik. Biz başa düşürük ki, ölkədə tarixən soya əkinləri olmayıbdır və hər hansı bir tarixi əkin adət-ənənəmiz yoxdur. Eyni zamanda soya toxumlarının, soya məhsulunun ölkədə mövcud iqlim şəraitə uyğunlaşdırılması prosesindən də biz keçməliyik ki, daha yüksək məhsuldarlıq əldə edə bilək. Çünki bu günə qədər soya əkinləri ölkədə var, cüzi miqdarda da, amma məhsuldarlıqları ürək açan deyil. İstər-istəməz burada da soya idxalını, soya şrotu idxalından biz asılı edir. Amma burada mən qeyd etməliyəm ki, emal sənayesinin inkişafı da çox önəmlidir. Yəni, misal üçün, əgər günəbaxan yağı istehsalı ölkədə sənaye olaraq inkişaf eləməyə başlasa, bu avtomatik olaraq günəbaxan şrotunun yan məhsul olaraq həmin zavodlarda istehsalı deməkdir. Bu isə öz növbəsində yem komponenti olaraq heyvandarlığa bir dəstək deməkdir. Bu nöqteyi nəzərdən biz günəbaxan və qarğıdalı, dənlik qarğıdalının da məhsul subsidiyası olaraq biz keçən ildən verməyə başlayırıq. Amma təəssüf ki, ölkədəki günəbaxan istehsalı əsasən tum günəbaxan istiqamətlidir. Nəinki çox cüzi miqdarda yağ istehsalı mövcuddur. Siz quşçuluq təsərrüfatının inkişafından danışdınız. Elə burada bir sual vermək istəyirəm sizə. Azərbaycan Amerikaya yumurta ixrac etdi. Bu bizim ölkəyə nə verdi? 2025-ci ildə yumurta ixracımız təxminən 90 milyon ədəd yumurta ixrac eləmişik. Dəyər həcmi olaraq bu 6,5 milyon dollar dəyərində olubdur. Bunun dəyər ekvivalentində təxminən 44% və ya 2,8 milyon ABŞ dolları, miqdar ekvivalentində 30-35% isə Amerikanın payına düşüb. Eyni zamanda mən qeyd edim ki, 25-ci ildə damazlıq yumurta ixracı da olubdur Azərbaycandan və damazlıq yumurta ixracı təxminən 12-13 milyon ədəd olubdur və bu da əlavə 4,5 milyon dollar ölkəyə valyuta gətiribdir.
İlk növbədə, ilk ağlımıza gələn ixracat olanda hər kəs ölkəyə valyutanın gəldiyini və bunu müsbət tərəf olaraq qeyd eləyir və bunu da hər kəs bilir. Burada da bu faktor özlüyündə var. Deyərdim ki, Azərbaycan üçün və Azərbaycan kənd təsərrüfatı, aqrar sahəsi üçün burada bir o qədər valyutanın gətirilməsi qədər vacib və bəlkə də müəyyən mənada strateji olaraq onu üstələyən bir faktor da var ki, bu ixracat coğrafiyasının genişlənməsidir. Çünki damazlıq yumurtanı biz əsasən yaxın şərq ölkələrinə, körfəz ölkələrinə ixrac edirik. Qeyd elədiyim kimi, ərzaqlıq yumurta yarısı demək olar ki, 30-35% bu Amerikaya ixrac olunur. Bu, Azərbaycanın bir ölkə ixracından, bazarından asılılığı azaldır, diversifikasiyaya xidmət eləyir. Amma eyni zamanda məhsul diversifikasiyasına da xidmət eləyir. Çünki biz ölkə olaraq həmişə tərəvəz, pomidor ixracatçısı olaraq tanınmışıq və müəyyən meyvə məhsullarının ixracatçısı olaraq tanınırıq. Burada quşçuluq məhsullarının ixracatının da bu bizim məhsul ixracatı siyahısına da daxil olması əlbəttə ki, diversifikasiya nöqteyi nəzərdən müsbət təsirini göstərəcək. Bildirdiniz ki, ötən il pambıqçılıq sahəsində 17% artım oldu. Pambıq tədarükünün və bu 17% artım nəticəsi ilə razı qaldınızmı və yaxud da daha mı çox gözləyirdiniz və yaxud da daha mı az gözləyirdiniz? Pambıq məhsuldarlıq olaraq 2025-ci il Azərbaycan üçün olduqca uğurlu olubdur. Azərbaycan tarixində 36 sentner 1 hektarda məhsul almışıq. Bu rekord bir nəticədir ölkə tarixində. Müstəqillik dövrümüzdə isə demək olar ki, ən çox məhsul topladığımız il oldu 2025-ci il. Burada müxtəlif faktorlar var. İllərdən bəri gələn məhsul subsidiyasının daha da təkmilləşdirilməsinin öz faktoru varsa, amma eyni zamanda da qəbul eləməliyik ki, iqlim də bizim xeyrimizə oldu. Yəni, payız aylarında məhsul yığımı dönəmində yağışların daha az olması və məhsul yığımının daha düzgün təşkil olunması, məhsuldarlığın itirilməməsinə, nəticədə etibarilə həmin pambığın yığılmasına və zavodlara təhvil verilməsinə gətirdi, çıxartdı. Bu nöqteyi nəzərdən əlbəttə ki, pambıqçılıq üçün çox uğurlu bir il oldu. Amma bu bizi qane edirmi? Xeyr. Bu, ölkə ali rəhbərliyi Cənab Prezident tərəfindən də hədəf yarım milyon tona çatdırılması qoyulubdur qarşımızda və buna əlbəttə ki, biz ancaq və ancaq məhsuldarlığın artırılması hesabına nail ola bilərik. Hədəfimiz hektardan 5 ton pambıq əldə eləməkdir. Lakin dediyim kimi bu iqlim şəraitinə asılı olduğu qədər eyni zamanda sahədə torpaq su infrastrukturunun da təkmilləşməsindən də asılı olacaq. 2025-ci ili 2024-cü ilə müqayisə etsək, bizim strateji məhsullarımız da var. Pambıqdan başqa burada üzüm və tərəvəzçilik də var. Bu sahədə artım oldu mu, olmadı mı? Olan artımla razı qaldınızmı? Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2025-ci ildə tərəvəz istehsalı təxminən 3,8%lik bir azalma göstəribdir. Kartof istehsalı isə 1,8%lik bir azalma göstəribdir. Lakin çox maraqlı bir məqamdır ki, hər ikisinin ixracatı keçən illəri olduqca çox artmışdır. Tərəvəz istehsalı ölkədə 1,7 milyon təxminən ümumi tərəvəz və təxminən 900 min tondan çox kartof istehsal edilmişdir. Yəni toplam ikisi bir yerdə 2,6 milyon, 2,7 milyon ton tərəvəz və kartof məhsulları istehsal edilmişdir ölkədə. Əlbəttə ki, burada məhsuldarlığın artdığını biz müşahidə edirik. Əsas azalma əkin sahəsinin azalmasına görədir. Bundan əlavə üzümlə bağlı siz toxundunuz. Üzüm 2,8%lik bir məhsul istehsalı artımı keçən il müşahidə eləmişik. 210 min tondan çox üzüm yığılmışdır. Biz inanırıq ki, atılan addımlar, əsasda subsidiyalaşdırma siyasəti, üzümə yönəlik subsidiyalaşdırma siyasəti ildən ilə məhsul artımına xidmət edəcək. Prezident İlham Əliyev hər zaman deyir ki, ölkəyə valyuta gətirilməlidir. Bu baxımdan baxsaq, hansı məhsullarımız ölkəyə daha çox valyuta gətirdi? Çox maraqlı bir məqama toxundunuz. İxracat və ölkəyə valyutanın gətirilməsi nöqtəsindən. Mən burada fəxrlə deyə bilərəm ki, aqrar məhsullar və aqrar emal məhsulları qeyri-neft sahəsində ixrac olunan ən çox ölkəyə valyuta gətirən sahədir. Baxmayaraq ki, ölkə müdaxili məhsul istehsalında kənd təsərrüfatı qeyri-neft qaz sahəsində sırada 4-cüdür, amma ixracatda 1-ci sıradadır. Bunların arasında əgər kənd təsərrüfatı məhsullarının istehsalını və emal məhsullarının bölgüsünə baxsa, bunun təxminən keçən il ərzində 25-ci ildə 1,5 milyard dollar dəyərində məhsul ixrac edilibdir. Bunun təxminən 73% kənd təsərrüfatı məhsulları, 27% isə aqrar emal məhsulları təşkil edibdir.
Bunların arasından meyvə tərəvəzi mən qeyd edeyim ki, meyvə tərəvəz bir yerdə təxminən 900 milyon dollardan çox məhsul ixrac edilmişdir. Maraqlısı buradadır ki, mən bayaq yumurta və quşçuluq məhsullarının, əsasında yumurta ixracatında və diversifikasiyada danışdım. Eyni halı biz burada da görürük. Meyvələr arasında artıq müəyyən bir məhsul portfelinin genişləndiyini görürük. Tarixən biz hələ də qoz, fındıq, xurma, nar ixracatçısı olmuşuqsa, son illərdə şaftalı ixracını və ondan sonra çəyirdəkli meyvələrin ixracını, tumlu meyvələrin ixracında da ciddi artım görürük. Tumlu meyvələrin ixracatında 22%lik bir artım görmüşük, çəyirdəkli meyvələrin ixracında 45%lik bir artım görmüşük biz keçən il ərzində. Deməli, pambıq lifi ixracatında 160 milyon dollarlıq bir ixracatımız olubdu keçən il ərzində. Eyni zamanda pomidor ixracımız da 200 milyon dollara yaxın. Orada 192 milyon dollar pomidor ixracımız olub. Və pomidor ixracında da ciddi bir artım, keçən il 10%-ə yaxın bir artım müşahidə etmişik. Ötən il fermerlər üçün necə keçdi? Onların bu subsidiyalara maraqları necə oldu? Razı qaldılarmı? Fermerlərlə biz işimizi bir neçə istiqamətdə təşkil etmişik. Yəni, subsidiya bu alətlərdən biridir, amma eyni zamanda fermerlərlə çox sıx bir ünsiyyətimiz var. Bunu həm sadəcə çağrı mərkəzinə gələn zənglər və məktublar şəklində deyil, eyni zamanda vətəndaş qəbullarıdır. Kənd Təsərrüfatı Nazirliyi demək olar ki, il ərzində bütün rayonları əhatə eləyəcək bir qəbul mexanizmi formalaşdırmışıq, vətəndaş qəbulunu, fermer qəbulunu mexanizmi və hər ay Nazirliyin əməkdaşları, rəhbər heyəti müxtəlif rayonlarda, müxtəlif iqtisadi zonaların hər bir ayında, bir rayonunda qəbulda iştirak edirik. İl ərzində demək olar ki, 2000-ə yaxın vətəndaşı biz qəbullarda dinləyirik, onların problemlərini öyrənməyə çalışırıq. Bəzi hallarda oradan çox maraqlı təkliflər də gəlir və həmin təkliflər Subsidiya Şurasının iclaslarında və subsidiyanın verilməsində əlbəttə ki, nəzərə alınır. Subsidiya mexanizmində fermerlər üçün biz, ana məqsədimiz fermer rifah səviyyəsinin yüksəldilməsidir. Fermer rifah səviyyəsinin yüksəldilməsi üçün fermerin istehsal elədiyi məhsulun satışında və gəlirliyində daha yüksək nəticələr əldə etməlidir. Bu isə daha yüksək əlavə dəyər yaradan məhsullar olmalıdır. Bu nöqteyi nəzərdən biz subsidiya mexanizmini tarixən Azərbaycanda daha çox əkin istiqamətli olubdur. Hələ də dominant olaraq əkindir. Amma biz ildən ilə elektronlaşma, rəqəmsallaşma artdıqca və o alətlərimiz genişləndikcə məhsul subsidiyasına keçidi artırırıq. Yəni, misal üçün, əvvəllər tütün, pambıq və şəkər çuğunduru sadəcə məhsul subsidiyası olaraq verilirdisə, keçən ildən bura soya, qarğıdalı, dənlik qarğıdalı və günəbaxan daxil olub, biraz əvvəl qeyd elədiyim kimi. Bu ildən artıq alma və nar da məhsul subsidiyası olaraq təmin olunacaqlar. Biz inanırıq ki, bu məhsul subsidiyası mexanizmi fermerlərə həm məhsulu artırmağa imkan verəcək, eləcə də onların məhsulunu zavodlara gətirib təhvil edilməsinə, emal məntəqələrinə, müəssisələrinə təhvil verilməsinə xidmət edəcək. Bu, eyni zamanda emal sənayesinin inkişafına da müsbət təsir edəcək. Deyirsiniz ki, görüşdük fermerlərlə və bu görüşlər də davam edir. Onları daha çox narahat edən məqamlar hansılardır? Hansı sahələr üzrə onların müəyyən problemləri olur? Fermerlərin görüşlərdə ən çox qaldırılan məsələlər Azərbaycanda regiondan asılı olaraq birinci növbədə bu su ilə bağlı məsələlərdir. Torpaqla bağlı məsələlərdir. Yəni, su ilə bağlı dövlətin atdığı iri infrastruktur layihələri var. Bu barədə onların diqqətinə biz çatdırırıq və inanırıq ki, bu infrastruktur layihələri yerinə yetirildikcə, icra olunduqca fermerlərin su təminatı daha da yaxşılaşacaq. Paralelində qeyd edə bilərəm ki, torpaqla bağlı məsələ, əsasən də sənədləşmə ilə bağlı məsələlərdə çox ciddi bir irəliləyiş var. Fermerlərdə bir neçə il əvvəl torpaq sənədlərində köhnə sərəncam sənədləri, dövlət aktları var idisə, hal-hazırda bunlar hamısı xüsusi mülkiyyət çıxarış sənədlərinə keçirilibdir. Bizim elektron kənd təsərrüfatında bəyan olunan əkinlərin, ərazilərinin artıq 75-80%-dən çoxu çıxarışlı torpaq sahələridir. Burada əlbəttə ki, əmlak məsələləri üzrə dövlət xidmətinin də gördüyü işi də təqdir etmək lazımdır.